gelişim. Ördeği de koyun kaynasın. Sen tezatta pişirelim. 70 mantık pazarı var. Biber. Bu değer kalmıyor. 2-3 tane şey alırsan bak sanki o da işine yok. Allah'ım. Getirir misin? Allah. 2-3 tane şey alsam. Bak sanki orada deşine yok. Pesi oyu kurtarmıştı. Marmitimi almışım. Koymaksızsın kaynatacağım bunu. Bunları almışım. Bu edebimdi. Evet. Bunu da almışım yani. İki tane mercan uşaq var. Bunları koyun kuzu var. Topkası keçirik olur, mən xoşlayıram. Topkası əla olur. Biraz da bud aldım uşaqlar. 1 kilo kızartma bud. Xoşlayıram mən. Ördəyim də var. Arvad gəlir, gəl bax sən belə yaşadacaq. Allah hamd olsun. Bəyəklər ördək kəsdim. İndi durum bunda yolam təmizləyəm. Belə doğrayam, ütürəm, qızardım. Yeməyimi yedikdən sonra. Yaxamdır aldım, peşə salat qayırım. Gəlmirəm, gəl. Həmişə belə yeməkli, içməkli, yemək içmək bol olacaq da yəni. Özünüz bilirsiniz ki, mən ev düşkünüyəm. Tüm qablarımı da yuyum. Alırım, yığırım xaladelik. Acdıqca da pişirib deyirəm. Özümün qapımda da toyuğum, cəmimin düşkan zadım çox deyil. Prosto onların qızartması da doğru deyil, alırım.